insanda rəhmət bir sifətdir. Hər bir insanın içərisində rəhmi var, elə deyil. Buyurur, insanın rəhmi elə bir dərəcədə olmalıdır ki, onun rəhminə baxanda Allahın rəhmət sifəti sənin yadına düşər. Onun səxavəti də o cürdür, onun kəraməti də o cürdür, onun mərifəti də o cürdür. Yəni Allahın sifətlərini bir-bir örnək kimi götürür, o sifətləri öz üzərində, öz iradəsində, öz əməllərində, öz həyatında yaradır. Ona deyərlər xəlifə. Bu məqsədə Allah insanı yaratdı. İnsanı yaratdı, insana ömür təyin elədi. Ömrü yaşamaq ixtiyarını insanın özünə verdi. İnsan öz iradəsində azaddır. İstəyərsən Allahda olan sifətləri öz üzərində yaradasan, istəyərsən şeytani sifətləri, şeytani əməlləri, şeytani xislətləri öz üzərində yaradarsan, insan öz seçimində azaddır. Əli ibn Əbi Talibin bir dənə şeiri var. Deyir ki, وَتَزَمُوا أَنَّكَ زَرْمٌ سَعِيرٌ. Ay insan, sən elə bilirsən ki, sən bir dənə balaca, zəif bir mövcudsan, yaranmışsan, heç etina olmaz, etibarsız bir mövcud. Yox. Və fiqqən təvəl aləmul əkbəru. Sən özün bir dünyasən. Hər bir insan özü bir dünyadır. Və əntəl kitabul mubinul ləzi bi əxru fihi təzhərul əzməru. Sən bir kitabsan ki, səndə bütün yazılar var.